Yoldaşımla uzun yola çıxmağı çox sevirəm. Şəhərin səs-küyündən uzaq, təbiətin gözəlliyi, söhbətimiz daha da səmimi olur. Sanki bir-birimizə baxışlarımız da canlanır. Belə balaca da olsa mini səyahətlər məncə hər bir ciddiyə mütləqdir. Elə bir adamın fikirləri restart olur, yenilənir və gəlib çatdıq sahəyə. Hələ bir dırmaq götürdüyü iş başına keçdi. Yoldaşıma mənəvi dəstək verib getdim qızlarımın yanına. Balaca isti ovucularını tutaraq sahədə gəzdik. O qədər doğma, o qədər əzizlər ki. Dedim bəsli gəzdim, gedim biraz özümü işgüzar qız kimi göstərdim. Bu arada həyətdə işləməyi sevirəm. Rəhmətli nənəmlə həmişə həyəti səliqəyə salırdıq. Yadıma da düşdü bir hadisə. Bizim bağda çoxlu vişnə ağacları var idi, özü də şpanka. Mamam da bacımla mənə tapşırdı vişnələri yığmağa. Bizim də 10-11 yaşlarımız var. Ağaclarda dolu-dolu bar vermişdi. Mən də bacımla hərəmiz bir ağaca çıxmışıq, yığırıq. Axıra yaxın sporumuz düşdü, kim daha çox yığıb. Vişnənin birini atdı mənə. Göz qamaşdı, vişnələri indi bir-birimizin üstünə elə atırıq ki, özü də salxım-salxım. Vişnənin də suyu gözümüzə düşür, yandırır, amma bu bizi yenə də dayandırmır. Yenə də oynamağa davam eləyirik. Artıq sporda yaddan çıxıb, gülürük, oynayırıq. Evə gəldik, üst başımız vişnənin suyu, saçımızda vişnə. Anam şoka düşdü. Bizi danladı, yolladı çimməyə. Amma xəbəri yox idi ki, nə qədər ziyanlıq etmişik. Bilsəydi döyərdi. Uşaqlıq budur. Necə əziyyətin qarşılığında o ağacların o qədər bar verməyini bilməmişik. Sizinlə uşaqlığımdan danışaraq gəlib çatdıq evə. Fadım bibisi də Ruslana toyuq pay verdi. Ruslan da sığallayaraq toyuğu hipnoza saldı. Kişilər də şəhərə ət almağa getdilər. Mən də sakitlikdən istifadə edib vlogumun tekstini yazdım. Vlogum da çox uzun olmasın, 3-cü hissəyə ayırıram. Gəlin, gözləyəcəm.